Şənə əl üstündə, əl çomaq üstə, qocalar əyləşir tim başlarında. Sinə bayatılı, könül şikəstə, ömür varaqlanır yaddaşlarında. Yaşıdlar köç edib, cavanlar işdə, tək tanha oturmaq son əlacları. Həyatın amansız yalqızlığında tutur əllərindən əl ağacları. Yumub gözlərini düşünür onlar. Durur göz önündə ötən zamanlar. Durur göz önündə ötən zamanlar. İnsan ömrü bir ağac kimidir. Yazda tımurcuqlanır, yayda meyvə verir, payızda saralır. Amma kökü torpağa daha da dərindən sarılır. Qocalıq bu həyatın sonu deyil, əksinə, onun ən dərin və ən mənalı mərhələsidir. Bu illərin yığılıb toplandığı, zamanın təcrübəyə çevrildiyi, sözün çəksinin artdığı zamandır qocalıq. Yerdə çuxur açır çomağın ucu, sonuncu həddinə dirənib ömür. Dünyadan aldığı dünyaya borcu nəymiş? Düşüncənin sonu görünmür. Çomağın ucuna dikib gözünü, onlar saatlarla oturur belə. Fikir bir gəmi ki bilinmir yönü, çırpınır, çıxamır ancaq sahilə. Qocalıq bəzilərinə görə zəiflik kimi görünə bilər. Amma əslində bu güclü və sabit bir dağ kimi durmağı öyrənmiş insanın halıdır. Gənclikdə bədən güclüdür, qocalıqda isə ağıl və ürək güclənir. İnsan başa düşür ki, danışmaqdan çox dinləmək, qazanmaqdan çox bağışlamaq, uzağa getməkdən çox içə dönmək lazımdır. Onlar düşündükcə boşalar, dolar. Fikrin nə sonu var, nə də əvvəli. Doqqazlar başında bizim qocalar, düşüncə heykəli, fikir heykəli. Qocalıq unudulmaq deyil, xatırlanmaq zamanıdır. Çünki bu çağda insan təkcə özü üçün deyil, bütün nəsillər üçün örnək və yaddaşdır. Əldə etdiyi təcrübə ilə bir ailənin, bir elin, bir millətin yaddaşını daşıyır qocalarımız. Eşq olsun qocalarımıza, eşq olsun. Qocalıq bəlkə də Allaha daha yaxın, axirəti daha çox düşünən, dünyanın fəlsəfəsinə daha dərindən baxan bir mərhələdir. Yaşamaq sənətini artıq öyrənmiş insanların vaxtıdır. Bu yaşda insan artıq sakitliyi sevir. Çünki bilir ki, sükutun içindəki sözlər daha dəyərlidir. Bir qalın kitabmış hər ömür demə. Oxumaq istəsən yum gözlərini. Bekar deyilmişlər,
yüreklerinde onlar okuyurmuş özü özlerini. Kocalar, ay kocalar, kədəri bölüşüb azaldan, sevinci paylaşıp çoxaldan qocalar. Sizin haqqınızda düşünərkən yadıma bir hadisə düşdü. Şuşanın işğaldan azad olunduğu gün idi. Qonşu kəndlərin birindeydim. Qocalar onu necə sevinclə qeyd edirdilər, necə gəncliyə nümunə yolurdular, necə sevinci paylaşırdılar, onu öz gözlərinizlə görün. Var olsun qocalarımız, dünya durduqca onların əməlləri, onların işləri yaşasın, bizə yol göstərsin.